Hər gün bir video izah paylaşıram. Gün 4. Bu gün düz xətli bərabər təcilli hərəkətə baxacağıq. Keçən dəfə düz xətli bərabər sürətli hərəkətdə qeyd etdik ki, sürətin həm ədədi qiyməti, həm də istiqaməti dəyişmir. Bəs elə hərəkət mövcuddurmu ki, orada sürət dəyişsin? Bəli, mövcuddur. Biz burada trayektoriya düz xətt olan hala baxacağıq. Tutaq ki, avtomobil düz xətt boyunca hərəkət edir və bu zaman onun sürəti dəyişir. Sürət dəyişməsi zamanı bu zaman təcil deyilən bir anlayış ortaya çıxır. Təcil A hərfi ilə işarə olunur. Əgər sürət dəyişmirsə, yəni sürət dəyişməsi yoxdursa, fikir versəz, düz xətli bərabər sürətli hərəkətdə sürət dəyişmədiyindən, deməli təcil də yoxdur. Yəni təcil sıfıra bərabərdir. Və əvəzləyici qüvvəni gələcəkdə keçəcəyik, amma bunu da bilin ki, təcil və əvəzləyici qüvvə qardaşdır və əvəzləyici qüvvə də sıfıra bərabərdir düz xətli bərabər sürətli hərəkətdə. Təcil A hərfi ilə işarə olunur. Sürət dəyişməsinin V çıxaq V0-ın T-yə, yəni zaman nisbətdir. Burada V çıxaq V0 sürət dəyişməsidir. V son sürətdir, V0 başlanğıc sürət. Yəni bax, tutaq ki, müəyyən bir zaman aralığında başlanğıcda sizin sürətiniz olub 0. Yəni dayanmısınız, sonra başlamısınız hərəkətə, sükunət halından başlamısınız hərəkətə. 0-dan 1-ə 1 saniyə keçdikdən sonra sürətin 10 qədər artdı. Sonra 2-ci saniyənin sonunda oldu sənin sürətin 20, 3-cü saniyənin sonunda oldu 30, 4-cü saniyənin sonunda oldu 40. İndi baxın, 4-cü saniyənin sonunda 40-dır sürət, başlanğıcda 0 idi axı. Fikir versəz, son sürət başlanğıc sürətdən nədir? Böyükdür. Yəni V böyükdür V0-dan. Amma burada isə müəyyən bir zaman aralığı götürürəm. Tutaq ki, başlanğıcda mənim sürətim oldu 50, sonra get-gedə fikir verin 50-dən 40-a, 40-dan 30-a, 30-dan 20-yə və s. azalır və sonda, yekunda 5-ci saniyənin sonunda mənim olur son sürətim 0. Fikir verin, başlanğıc sürət 50, son sürət 0-dır. Burada artıq V0 böyükdür V-dən, həmçinin V kiçikdir V0-dan. Deməli, əgər ki, son sürət başlanğıc sürətdən böyüksə, bu düz xətli bərabər yeyinləşən hərəkətdir. Yox, V kiçiksə V0-dan, bu düz xətli bərabər yavaşayan hərəkətdir və bu hərəkət növləri hansı ki, düz xətli bərabər yeyinləşən, həmçinin düz xətli bərabər yavaşayan, bu bizim düz xətli bərabər təcilli hərəkətin bir növüdür. Bu o deməkdir ki, yəni bərabər təcilli hərəkətdə təcil əlbəttə ki, nədir? Sabit, adından da görünür. Buna da hardan baxa bilərik? Fikir versəz, baxın, 0-dan 1 saniyə aralığında zaman fasiləsi 1 saniyədir. 0-dan 10 aralığında sürət dəyişməsi 10-dur. 10-u 1-ə böləndə 10 edəcək. Bax, 10-dan 20-yə 10 qədər dəyişib, 2-dən 1-ə də 1 saniyə vaxt keçib. 10-u böl 1-ə yenə 10 olacaq. Hamısında eyni ilə. Baxın, burada da 50-dən 40-a 10 qədər azalıb sürətimiz, 10 qədər dəyişib, 0-dan 1-ə də 1 saniyə vaxt keçib. Yenə 10-u 1-ə böl 10. 40-dan 30-a 10 qədər dəyişib sürətin, 1-dən 2-yə 1 saniyə vaxt keçib. Yenə 10-u böl 1-ə yenə 10 olur. Gördüyümüz kimi təcil nə olur? Sabit olur.